Salam aleykum, hər vaxtınız xeyir olsun. Belə bir qərara gəldim ki, indən belə yığdığım hər bir motoru öz səhifəmdə paylaşım. Yeni başlayan ustalar üçün və yaxud da bu işi ilk dəfə görənlər üçün paylaşım, məlumatlı olunsun. Çoxusun, baxırsan ki, ruslar və yaxud da xaricdə kimlərsə paylaşır. Çox adam da başa düşmür bunu. Yəni, hər kəs eyni dili bilməli deyə vacib deyil də. İndi öz dilimizdə mən də çəkdim, paylaşıram. İndən belə hər hansı motoru yığsam, hamısının zajqansını mütləq ki paylaşacağım. Deməli, bu Chevrolet Cruze, Trax, Equinox 1.4 turbo. Bu maşınlarda zajqan necə qurulur? Birinci silindir və dördüncü silindir ölü nöqtə, yəni tam yuxarı qalxır. Ondan sonra burada 55'li yıldızı onu açırsınız. Bu palis bura salınır. Ondan sonra raspidvalların birinci silindirin boğazları, raspidvalları sağa sola baxır və arkada xətkeş qoyulmalıdır. Raspidvallar tam düzgün olduğuna arxayın olmaq üçün. Və başmağın yerinə bu adaptör bağlanmalıdır. Vanusun şesinasını saxlamaq, sabit saxlamaq üçün və ondan sonra da vanusun qabağında sayğaclar var. Sayğacları düzgün qoyulmasa P016, 017 aşıbkasını göstərir və bunları göstərməmək üçün də ki, bunları bu formada gördüyünüz bir tərəfə tək xət, bir tərəfə böyük xət qoyulur və bu vəziyyətdə də qurulur. İşi də ideal vəziyyətdə görülür inşallah. Videonu bəyənin, dostlarla paylaşın və fikirlərinizi kommentdə bildirməyi mütləq ki unutmayın. Sağ olun, Allah'ım anında. Belə bir videoları yenidən çəkim, yoxsa ehtiyac yoxdur.